أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ولما بلغ أشده واستوى آتيناه حكما وعلما وكذلك نجزي المحسنين. ودخل المدينة على حين غفلة من أهلها فوجد فيها رجلين يقتتلان من أهلها فوجد فيها رجلين يقتتلان هذا من شيعته وهذا من عدوه فاستغاثه الذي من شيعته على الذي من عدوه فوكزه موسى فقضى عليه فاستغاثه الذي من شيعته على الذي من عدوه فوكزه موسى فقضى عليه قال هذا من عمل الشيطان إنه عدو مضل مبين. صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان اللعين الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم وعلى آله الطيبين الطاهرين المعصومين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم قل لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسقنهم أرضك طوعا وتمتعه فيها طويلا. اللهم عجل لوليك الفرج مولانا صاحب الزمان. Allah'a sonsuzlarla hamdolsun. Artık bu 10 günün sonlarına yaxınlaşırıq. Aşuraya sayılı günlər qaldı. Və
insan bu məclislərdən o qədər xeyir, bərəkət, mənəvi ləzzət əldə eləyir ki, həqiqətən insan məsum imamın varlığını, onun varlığının zərurətinin fərqində olur. Ki, bu Hüseyn Allahın vəlisi, imamı nə qədər mənim həyatımda zəruri bir faktordur. Sən demə elə Allahın hədəfi, istəyi də budur ki, o sənin həyatında olmalıdır. O sənin həyatının ayrılmaz bir hissəsi olmalıdır. O sənin həyatına rəng qatır, o sənin həyatını səadətə, ləzzətə qərq eləyir. İnsan Hüseynlə olanda özünü çox xoşbəxt hiss eləyir. Və artıq insan Əbu Abdillah el-Hüseynin nəzərində, onun diqqətində xüsusi bir yer alır. Çünki Əbu Abdillah el-Hüseyn insanlıq üçün o Kərbəla vaqiəsini, o əzəmətli vaqiəni, hadisəni yaradıb. O hadisə yaranıb ki, mütəal Allahın iradəsi ilə o hadisə yaranıb ki, insanlıq özünü tapsın, insanlıq öz daxilində olan Hüseyni ayağa qaldırsın. İnsanın daxilindəki o imam, o vəli insanlığı Allaha çəksin. Əbu Abdillah el-Hüseynin varlığına sonsuzlarla həmd olsun. Necə edək, nə cür şükür eləyək, necə bu əl çatılmaz nimət üçün Allaha çox sağ ol deyək. İnsan acizdir. İlahi, bizə elə bir üzümüzə bu ayda süfrə açmısan ki, İnsan bunun fərqindədir ki, artıq ruh istədiyinə doğru hərəkət eləyir. Ruh istədiyini tapıbdır, onun dalıcadır. Artıq ona çatmaq istəyir, onunla birgə olmaq istəyir. Əziz Peyğəmbərimizdən gözəl bir hədis var. Buyurur ki, Hüseyn minni, Hüseyn məndəndir, və ənə min Hüseyn, və mən də Hüseyndənəm. Və hədisin ardıca buyurur ki, hər kəs Hüseyni sevsə, Hüseyni istəsə, Allah da onu istəyər, Allah da onu sevər. İlahi, sən bu Hüseyni xəlq eləməkdə, onu bizə imam qərar verməkdə nə qədər bizim qeydimizə qalmısan, nə qədər bizə mərhəmət lütf eləmisən, bizə mərhəmət göstərmisən. Ona görə əziz Peyğəmbərimiz buyurur ki, məni sevən gərək Hüseynə diqqət ayırsın. Hüseyni öz həyatına daxil eləsin, Hüseynlə birgə olsun. Çünki Hüseyndən yapışmaq, Hüseyni sevmək insanın ruhun kamala çatdırar, insanın kimliyin dəyişər, yeni bir pak kimlik ona bəxş eləyər. Hüseyni kim sevsə, bu istək Allahın istəyidir. Həmən kəs Allahı çox sevir. Hüseyni sevməyin nişanəsi, onun göstəricisi budur ki, sənin Allaha sevgin var, məhəbbətin var. Heç, həm də bu sevgi ilə o sevgini, o məhəbbəti daha şiddətli eləmək istəyirsən. Çox yaxşı bir yerdən sarılmısan.
hədəfə çatmaq üçün, məqsədə çatmaq üçün. Allah hər birimizdən bu əzadarlığı, bu hüzünü, bu kədəri qəbul eləsin, bu tövbə gözyaşlarını qəbul eləsin. Əbu Abdillah Hüseynlə bağladığımız əhd-peymanları bizdən qəbul eləsin. Onunla bağladığımız əhd-peymanlara sədaqətli olaq. O əhd-peymanları sındırmayaq. Biz dedik ki, Əbu Abdillah Hüseynin hədəfi, məqsədi buydu ki, insanların batini aləmində olan eybləri onlara təqdim eləsin. İmam Hüseyn əleyhissalam Kərbəla vaqiəsi ilə başa saldı ki, nə qədər ki, batini aləminizdə gizli qalan eyblər var, heç zaman Allahla münasibətiniz düzəlməyəcək. Heç zaman Allahla olan o möhkəm bağ, əlaqə qurulmayacaq. İmam Hüseyn əleyhissalam bizə başa saldı ki, zahiri dindarlıq, dildə zikir, günüzləri oruc olasan, gecələri ibadət eləyəsən, amma batini aləminə, ruhunun dərinliklərinə baş çəkə bilməsən, bunun fərqində olmasan, o zahiri ibadətlər elə bir gün onlar səni cəhənnəm aparacaq. Bir gün o ibadətlər səni Allah övliyası ilə üzbəüz qoyacaq. İmam Hüseynin müqabilində dayanan o mənfur, rəzil insanların halı o halı idi. Ona görə onlar İmam Hüseynin səsini eşitmək istəmirdi, haqqı istəmirdi, haqq əhlini istəmirdi, sevmirdi. Biz bir neçə söhbətimizdə ruhda kök atan, gizli qalan eyblərdən danışdıq. Və o gizli eybləri tanımağın yollarını müəyyən bir yerə qədər danışdıq və bu mövzumuz da yenə davam eləyir. Ki, bu eybləri tanımalıyıq, bu eyblərin fərqində olmalıyıq. Əslində Allah Taala özü bu məsələdə bizim əlimizdən yapışır. Mütəal Allah insana öz eyb və nöqsanlarını dərk etmək qabiliyyəti verib. Ona ağıl verib. Ağıl süzgəyindən insan həqiqətləri ötürə bilir, keçirə bilir. Ağılla insan həqiqətləri, o sağlam ağılla, o ağıl ki, şəhvət, həva-həvəs o ağılı ötələməyib, onun üstünü örtməyib, onun fəaliyyətini əlindən almayıb, onun qüvvəsini əlindən almayıb, elə bir sağlam ağla sahib olan insanlar öz eyblərinin fərqindədir. Baxın, Quran-ı Kərimdə Allah Taala Şəms surəsinin 8-ci ayəsində buyurur: Əuzu billahi minəşşeytanirracim. Fəəlhəməhə fucurəhə və təqvəhə. Nəfsə və onu pisliyə və təqvanı ilham edənə and olsun. Görürsünüz? Yəni ağıl insana pis və yaxşını başa salır. Heç yaxşıdan daha yaxşını insan ayrı eləyə bilir. Və ona görə Mütəal Allah buyurur ki, nəfsə və pisliyə çəkən nəfsi Allah insana tanıdır və təqvaya doğru aparan nəfsi də insana Allah ilham eləyir. İndi gör sənin nəfsin hansı yöndədir? Nəfsin səni pisliyə çəkir, əmmarətun bis-su, bu əmmarə nəfsdir, daim səni pisliyə, günaha çəkir, yoxsa mutmainnə nəfsdir, yoxsa ləvvamə nəfsdir, arxein nəfsdir və yaxud da ki, danlayan nəfsdir. Bunun fərqində ol. Ona görə Mütəal Allah bu ciddi məsələlərdə, bu dərin məsələlərdə çəkilib qıraqda durmayıb. İnsanı o həmən təlatümlü,
o enişli yoxuşlu yollarda ona elə bir qüvvələr verib ki, onun üçün çıxış yoludur, onun üçün saadət yoludur. Məsələləri olduğu kimi ayrı da eləyə bilir, götür-qoy eləyə bilir. Özü üçün bir işıq yolu var. Allah onu qoyub insan üçün. Bu ayədə Allah Taala bizə öz nöqsanlarımızı tanımağı başa salır ki, sən öz eyiblərinin, nöqsanlarının fərqindəsən. Yəni sənin daxilində, sənin varlığında elə bir şeylər qoymuşam ki, sən eyibli olanda, sən xəta və nöqsana mübtəla olanda, bulaşanda günaha, dərhal o eybi sənə içdən bir xatırladan var. Sənin fitrətin, ağlın sənə içdən haykırır, qışqırır, fəryad eləyir. Çox böyük bir eybə, qüsura mübtəla olmusan, özündən bu eybi təmizlə. Deməli, insan öz eyblərini tanıyır, bilir. İnsan öz zəif nöqtələrini anlayır, dərk edir. Bunun fərqindədir və bu da Allahın insana böyük bir lütfüdür. Böyük bir lütfüdür. Allahın rəhmətidir. Allahın rəhmətidir. Başqa bir ayədə Allah Taala Qiyamət surəsinin 14 və 15-ci ayəsində Allah Taala insanın öz eyiblərini tanımaq gücünə qadir olduğunu tam şəkildə bəyan eləyir. Buyurur ki, Bəlil insanu alə nəfsihi bəsirəh və ləv əlqa məğazirəh. Allah Teala buyurur, əksinə, insan öz nəfsinə qarşı bəsirət sahibidir. İnsan özünü görə bilir. İnsan özünə baxa bilir. İnsan özünü müşahidə eləyir, amma özü ilə hesab kitab eləməyə gücü qüdrəti çatmır. Amma insanın özü özündən gizlin deyil. Özü tam şəffaflığı ilə, çılpaqlığı ilə göz önündədir. Bütün kadrlar, bütün səhnə, danışıq, baxış, eşitmək, bütün əməl və rəftarlar ruhda iz qoyan o günahlar, eyiblər hamısı onun üçün agahdır. Onun üçün xəbərdar, bilir. Amma Allah Teala buyurur ki, وَلَوْ أَلْقَى مَعَازِرَهِ İstərsə də özünü müdafiə etmək üçün müxtəlif üzürlər gətirsin. Eyiblərini görə bilir, amma eyiblərini etiraf eləyə bilmir. Etiraf eləyə bilmir. Öz eyibləri üçün müəyyən üzürlər gətirir. Bilirsiniz hansı günahkarın çıxış yolu var? Onun tövbəsi qəbuldur. Allah üçün o günahkar əzizdir. O günahkar ki, günah eləyir, amma etiraf eləməyi də bacarır. Etdiyi günahı örtbasdır eləmir. Allahın huzurunda dayanır səmimi qəlblə, sınıq qəlblə, Allaha öz xəta və nöqsanlarını etiraf eləməyi bacarır. Amma o günahkarlar üçün çıxış yolu yoxdur ki, onlar üçün tövbə, qayıdış yolu yoxdur ki, günahı edir. Amma öz üzrünün üstünü örtbasdır eləyir. Öz günahlarını etiraf eləməyə hazır deyil. Öz günahlarını dilə gətirib Allahın huzurunda tövbə eləmir. Ona görə hədislərdə gəlib ki, belə bir insanlar bədbəxtdirlər. Və onlar üçün belə bir hal günah üstünə günah etməyə bir zəmin şərait yaradır. Onlar üçün günah sadə bir şeyə çevrilir. Bəli, Kərbəlada İmam Hüseyin əleyhissalamın o mübarək başını kəsib,
şəhər bə şəhər gəzdirmək böyük bir cinayət idi. Amma onlar üçün bu böyük cinayət heç də cinayət deyil idi. Onlar üçün bir fəzilət idi. Onu fəzilət bilirdilər. Hətta o baş üçün müəyyən pul onlara vəd olunan o məbləğ müqabilində o pula görə başı gəzdirirdilər. Bəli, insan əgər öz eyiblərini görməyə və eyiblərini ən əsası etiraf eləməyə, o insanın qurtuluş və nicat yeri yoxdur. Və mütəal Allah da insana əmr eləyir ki, sən öz eybinin fərqində ol, özündən qəflət eləmə, özünü unutma. Eyiblərinin üstünə pərdə atma. Müəyyən o, belə deyim də, günah elədim, bir şey deyir ki, Allah bağışlayar. Həqiqətən sən elə zənn eləyirsən ki, bu günah bir şey deyil. Əllamə Təbətəbai Rızvanullah Teala əleyh Təfsir-i Mizanda gözəl bir bəyanı var. Deyir, bir yarpaq ki, ağacdan quruyur, düşür yerə, onun bu maddi aləmdə öz təsiri var. Sən fərz eləyirsən ki, elə güman eləyirsən ki, sənin etdiyin bu günah, bu fəsad mələkut aləmində və bu aləmdə təsirə malik deyil. Əsla. Sənin etdiyin o günahın bu aləmdə böyük bir təsiri var. Hətta sənin o mələkut aləmində. Əziz möminlər, əziz İmam Hüseynin qonaqları, Allah bizə kömək olsun ki, bu Məhərrəm ayının 10 günündə biraz özümüzü unutmayaq, özümüzə dəyər verək, özümüzü qiymətli eləyək, özümüzə baş çəkməklə. Bu ayələr, oxuduğum ayələr bizə bunu başa salır ki, yəni insan, sən öz nöqsan və eyiblərindən, qüsurlarından xəbərdarsan. Yəni bunu sən gizlədə bilmərsən. Hətta özünü doğrultmaq üçün və yaxud da davranışlarını, rəftarlarını belə deyim, bir don geyindirmək üçün nə qədər bəhanə, üzr gətirsən də, amma daxilində həqiqəti haykıran bir səs var. Daxilində elə bir səs-küy var ki, o sənə deyir, sən çox yalancısan. Sən özünü aldatmaq istəyirsən, axı sən özünü aldada bilmərsən. 100 dənə bəhanə gətirsən də, üzr gətirsən də, amma sənin için daxili aləmindəki o danışan onu demir. Sənin dediyinin əksini deyir. Ona görə mütəal Allah buyurur ki, ayədə, çox gözəl ayədir, mütəal Allah buyurur ki, bəlil insana alə nəfsihi bəsirə. İnsan öz nəfsinə qarşı bəsirətlidir, yəni görür. İnsan öz eyiblərinə qarşı bəsirətlidir. Əgər həqiqəti görmək istəsə, öz qüsurlarını görə və tanıya bilər. Bunun fərqində ola bilər. Amma çox vaxt insan o qədər özünü yersiz bir müdafiələrlə, özünü qorumaqla, özünü müdafiə eləməklə, bəyənilməyən davranışlarla insan elə hey özünü haqlı olaraq üzə çıxarmaq istəyir. Müəyyən izahlar gətirir, müəyyən bəhanələr gətirir. Bu da insanın fitri qabiliyyətini əlindən alır.
insanın ağıl qüvvəsini əlindən alır. Artıq insan öz mələkut aləmindən xuruc eləyir, çıxır. Artıq heyvani hissləri, istəkləri onu idarə eləyir. Baxın əzizlər, bu batini bir agahlıq insanın özünə qarşı bəsirətli və agah olması heç zaman aradan getmir. Onu qəflət və unutqanlıq bürüsə də, ona qəflət üz versə də, unutqanlıq üz versə də, o batində olan o bəsirət, agahlıq, o mərifət heç zaman aradan getmir. İnsan baxmayaraq o qədər qəflətin, o qədər unutqanlığa baxmayaraq biraz özünə, batinə aləminə baş vursa, dərhal oradan o haqqa olan səsi eşidəcək. Haqqa olan sürükləməni görəcək. Bəli, əzizlər, Allahın xüsusi inayətləri var bizə. Allah min yolla bizim qurtuluşumuzu, səadətimizi istəyir. O qədər bizim saadətə çatmağımız üçün yollar qoyub ki, insan baxır belə bir Allahın işlərinə heyrətə gəlir. O Allahı sevməmək olmaz. İşi gücü mənim ona meyillənməyimdir. Mənim onu tapmağımdır. Mənim onunla yaşamağımdır. Mənim üçün də o. Mən Allah'a ibadət etməsəm nəsə bir Allah üçün heç bir şey olmayacaq. Sadəcə Allah bilir ki, mən elə yaradılmışam ki, ona can atıram. Onu tapmayana qədər aramlığım olmayacaq. Rahatlığım olmayacaq. Bunun üçün də Allah bizim varlığımızda, bizim batinimizdə özünə bizi çəkəcək qüvvələr qoyub. Allah bizə düşüncə vasitəsilə, ağıl vasitəsilə başa salır ki, haqqa can atmalısan. Sənin bu ağlın Allah istəyir, Allah dalıncadır, həqiqət dalıncadır. İnsan ağlının və nəfsin mühasibəsinin və daxili təhlilin köməyi ilə öz batinindəki gizli qalan o meyilləri və eyibləri aşkar edə bilir. Görün Allah bizə nə qədər lütf eləyib, onun bizə olan sevgisi nə qədər çoxdur. Bəzi istəklərimiz səthidir. Amma bəzi istəklərimiz var ki, əsaslı və dərin istəklərdir. Biz çox təəssüf ki, əsassız və dərin olmayan istəklərimizin əsiriyik. Məsələn, dünya, məsələn, ev, məsələn, maşın. Bunlar çox səthi və dərin olmayan şeylərdir. Mütəallə Allah deyir ki, bunlar olacaq. Və bunları da əldə eləməyə qüdrətim var. O qüdrəti mən sənə vermişəm. Amma sən biraz öz varlığına diqqət eləyə bilsən, görərsən ki, sənin daxili aləmində çox əsaslı və dərin istəklər var.
onlara çatmalısan, onlara qovuşmalısan. Buna necə insan çata bilər ki, dərin və əsaslı istəklərə yol tapsın? Quran-ı Kərimdə Allah Teala açıq-aşkar buyurur ki, bu düşüncə ilə əmələ gəlir. Bu mövzuda mən keçən söhbətimdə dedim, düşüncə, təfəkkür nə qədər bizim həyatımızda, bəndəçiliyimizdə, həqiqi bir şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. İnsan düşüncə və özünü mühasibə sayəsində, özünü hesaba, kitaba çəkmək sayəsində dərinliklərə nüfuz eləyə bilir, dərinliklərə baş çəkə bilir. Və insan öz nəfsini mühasibə eləyəndə elə bir dərinliklərə baş çəkir ki, artıq görür ki, orada elə bir gözəlliklər var ki, hələ onları mən aşkar eləməmişəm. Hələ o gözəlliklər, o mənəvi istedadlar, mənim ruhumda olan o mənəvi istedadlar çiçəklənməyib. Bu mühasibənin vasitəsi ilə əmələ gəlir. Bu ağılla, təfəkkürlə əmələ gəlir. Bəli, Allah bizə qaranlıq yolda, təsəvvür eləyin, bir işıq verib. Bu işığın adı ağıldır, təfəkkür. Güclü və səmərəli bir vasitədir. Çox güclüdür. Sənin üçün zülmət dolu yolu işığa, nuraniyyətə qərq eləyir. O zülməti aradan aparır, artıq qaranlıq yoxdur, işıq var. Əgər ağlığı fəal eləyə bilsən, əgər bu vasitədən düzgün istifadə etsək, təkcə öz eyiblərimizi tanımayacağıq heç, həm də özümüzdə olan dərin arzuların fərqində olacaq ki, mənim batinimdə, ruhumda bir dənə dərin arzu var. O ki, məsum imamların dualarında oxuyuruq, ariflərin də dilindən, ey nəhai arzusu Allah olan ilahi övliyalar. Bəli, insanın batinində bir nəhai arzusu var, Allaha qovuşmaq, Allaha çatmaq. Əgər bu ağıl qüvvəsindən, bu güclü qüvvədən yaxşı istifadə eləyə bilsən, həm də öz dərin arzularını üzə çıxarda biləcəksən, fitri meyillərini və həqiqi məqsədlərini də kəşf edə biləcəksən. Artıq baxacaqsan ki, sənin batinində o nəhai arzulardan biri Hüseyndir, Allah övliyasıdır. Onu sevmək istəyirsən, ona qovuşmaq istəyirsən, ona can atırsan, ona çatmaq üçün hər yola əl atırsan. Ağlayırsan, tövbə eləyirsən günahlarından, sinə vurursan, onun əzası üçün ehsan verirsən, hər yola əl atırsan ki, o mənim batinimdəki Hüseyn məni ağuşuna alsın. Ona qovuşum, ona çatım. Baxın, bir hədis söyləyim, əziz Peyğəmbərimіздəndir bu hədis. Əziz Peyğəmbərimiz buyurur ki, Allah yanında ən sevimli bəndə, ən sevimli mömin, iman əhli o kəsdir ki, Allah yolunda nəfsini zəhmətə salsın. Allahu Əkbər. Allah yolunda ona görə Peyğəmbər buyurur ki, ən böyük cihad öz nəfsinin qeydinə qalmaqdır. Peyğəmbər buyurur ki, mən nəsabə nəfsəhu fi ta'atillah. Deyir ki, Allah yolunda nəfsini zəhmətə salsın. Nə qədər ki, nəfsimizi
danlamırıq. Nəfsimizin eyiblərini görmürük və o nəfsimizdə, ruhumuzda iz qoyan o eyibləri etiraf edib paklamırıq, bu cür nəfsimizi əziyyətə salmırıq. Hədisin əksi budur ki, mömin deyilsən. Sən mömin olsan, nəfsini hesaba çəkmək sənin üçün ən ciddi və aktual məsələ olardı. Və ardıca buyurur ki, əziz Peyğəmbərimiz, وَنَّسَحَ لِأُمَّةِ نَبِيِّهِ öz eyibləri haqqında düşünsün. Öz eyibləri. Yəni, bir özünü çək qırağa, bir xəlbətə çəkil, bir özünü vərəqlə, gör nəfsində, ruhunda nə baş verir. Bu qəlbdə nələri saxlamısan? Bu qəlb Allahın istədiyi qəlbdir, nurani qəlbdir, yoxsa xarabat gündədir. Bu qəlbi zülmət bürüyüb. Və ardıca buyurur ki, və təfəkkərə fi uyubih və əbsara və aqələ və əmilə ağlından və əməlindən faydalansın, düşünsün. Öz eyibləri haqqında düşünsün. Öz eyiblərin haqqında düşün. Ağlından, o güc qüvvədən istifadə eləsin. Ağlından və əməlindən faydalansın. Yəni, ağıl bir nəticəyə gəlir ki, səndə bu var. Amma var olan bu eybi artıq etiraf eləməlisən. Əməllə aktuallaşdırmalısan. Tövbə yəni əməl. Artıq tövbə ilə o gəldiyin qənaətə ki, bu günah məndə var, bu eyib məndə var, artıq onu etiraf eləmək və öz ruhundan o günah ağırlığını aradan aparmaq. Belə bir insan Allah yolunda, Allah üçün Allahın əmrlərinə itaət etməkdə səy eləyir, çalışır. Özünü islah etmək üçün hər yola əl atır. Tövbə edir, namaz qılır, istiğfar eləyir, özünü vərəqləyir. Və Peyğəmbər buyurur ki, belə bir kəs mənim ümmətimin ən xeyirxah insanıdır. Ən şərafətli insanıdır, ən dəyərli insanıdır. Bu mənim davamçımdır, bu mənim sünnəmə əməl eləyəndir. Ona görə Peyğəmbərin bu hədisinə əsasən möminlərin ən sevimli və dəyərli işlərindən biri öz eyiblərinin fərqində olmaq və bu eyiblərini aradan qaldırmaqdır. Əgər belə bir haldasansa, Peyğəmbərin yanında ən sevimli, ən dəyərli şəxssin. İnsanın nəfsi rahat tələb, elə rahatçılıq dalıcadır. Özünə əziyyət vermək istəmir. Hər insan da onu bacarmır. Yatmamışdan öncə otura bir öz nəfsini hesaba çəkər. Çünki rahat tələbdir, insan istəmir özünü əziyyətə salsın. Amma insan biraz öz aqibəti ilə bağlı, əbədiyyat evi ilə bağlı, öz talehi ilə bağlı ciddi bir fikrə gələndə artıq onun üçün özü, nəfsinin hesabı tali yüklü bir məsələdir. Artıq özündən qəflət eləyə bilmir.
Çünki insanın elə öz batini aləmində insana Mütəal Allah ən gözəl şeyləri vəd eləyib. Sən gözəllik üçün xəlq olunmusan, sən yoxluq üçün xəlq olunmamısan, sən var olmaq üçün xəlq olunmusan. Amma neyiniyək ki, müəyyən bir o mərhələləri keçməlisən, nəfsin müəyyən mərhələləri keçid eləməlidir ki, ta nəfsin o kamala çatsın, o kamala qovuşsun. İnsan o qədər bu dünyanın bərbəzəyinə, bihudə, boş əyləncələrinə o qədər ömrünü, vaxtını sərf eləyir ki, artıq belə bir dərin arzuların fərqində olmur. Fitrətinin səsini eşitmir, ağlının səsini eşitmir. Artıq o həmən arzunu yox, ən səthi, ən əsassız şeylərin dalıca düşür. Həzrət Əmir Əl-Möminin Həmmam xutbəsində müttəqilərin halını bəyan eləyir. Bu xutbə bizim bu mövzumuzla birbaşa əlaqəli olduğuna görə bu xutbəni oxuyacağam. Həzrət Əmir Əl-Möminin xutbədə buyurur ki, "Lə yərlauna min ə'malihimul qalil." Deyir, onlar öz az əməllərindən razı qalmaz. Yəni təqvalılar yerinə yetirdiyi əməlləri görmürlər. Görsələr də deyirlər çox azdır. Dəyərsizdir Allahın müqabilində. Yəni əməllərinin yerinə yetirdikləri əməllərin üzərində dayanmırlar. Nəyin üzərində dayanırlar? O az əməlin ruhda təsiri nədir? Ruhda qoyduğu iz nədir? Görəsən o az əməl mənim ruhumda bir nuraniyyət yaratdı, bir paklıq yaratdı. Ona görə Həzrət Əmir Əl-Mömin ki, onlar öz az əməllərindən razı qalmaz. Onlar heç bir əməllərindən razı qalmazlar. Çox möhtəşəm bir xutbədir. وَلَا يَسْتَكْسِرُونَ الْكَسِيرِ Çox əməllərini isə çox hesab etməzlər. Çox əməl eləyiblər, amma o çox əməli heç nə bilirlər. Çünki insan Rəbbinə mərifət tapanda belə bir qənaətə gəlir ki, ilahi, mən sənin bəndəçilik, mənim boynumda qoyduğum bəndəçilik vəzifəsini olduğu kimi yerinə yetirə bilmərəm. Ona gücüm, qüdrətim çatmaz. Yəni bəndə o mütləq varlığın huzurunda öz zəifliyini, acizliyini anlayır, başa düşür. Ona görə deyir, müttəqilər nə qədər çox əməl eləsələr də o çox əməli az bilirlər, çox görmürlər. Ona görə Həzrəti Zeynəb, Əbu Abdullah Hüseyn Kərbalada nə dedi? O qədər qurban verib Allah yolunda deyir, ilahi bu az qurbanları bizdən qəbul elə. Və ardicə xutbənin buyurur ki, وَمِنْ أَعْمَالِهِمْ مُشْفِقُونَ Daim özlərini ittiham edər, əməllərinin qəbul olunmamasından nigaran olarlar. Çox möhtəşəmdir. Daim öz daxillərindəki o nəfsi ittiham eləyərlər. Yəni, təsəvvür elə məhkəmədir, elə hey o müəyyən cəzalarla, müəyyən hökmlərlə səni ittiham eləyirlər. Bunu eləmsən, filan cinayəti törətmisən.
insan da nəfsini ittiham eləməlidir. Ey doymayan nəfs, filan sözü danışdın, filan şeyə baxdın, filan şeyi eşitdin, elə ey nəfsini ittiham eləyir. Və bundan da nigarandılar ki, əməllərinin qəbul olması. Əməllərinin qəbul olmağından çox nigarandılar. Ona görə böyük-böyük ariflər buyurur ki, Allah bizə lütf eləsin, heç olmasa 2 rükət qəbul olunmuş namaz özümüzdən apara bilək Allahın huzuruna. وَإِذَا زُكِّيَ أَحَدٌ مِّنْهُمْ خَافَ مِمَّا يُقَالُ لَهُ. Onlardan biri təriflənəndə onun haqqında deyilən sözlərdən qorxuya düşər və deyər. Əgər o müttəqilərdən birini tərifləsən, o təqvalılardan birini tərifləsən, onlar qorxar, bədənləri titrəyər və deyərlər: Ənə əqləmu bi nəfsi min qayri və Rəbbi əqləmu bi minni bi nəfsi. Mən özümü başqalarından daha yaxşı tanıyıram ki, mənim nəfsimdə nə qədər eyiblər var. Mənim canımda nə qədər eyiblər var. Mən özümü hamıdan daha yaxşı tanıyıram. Rəbbim isə məni məndən daha yaxşı tanıyır. Rəbbim bilir mən nə haldayam. Necə bir ruha, necə bir kimliyə sahibəm. Görürsünüz, bu insanın eyiblərini görməsi və eyiblərini etiraf etməsi halıdır. Bu Allah üçün ən əziz bir haldır. Əstəğfirullah Rəbbi və tubu ileyh deyir, ya Allah səndən bağışlanma və məğfirət tələb edirəm. Bunun fərqində olmayanda, bunu başa düşməyəndə bu istiğfarın heç bir nəticəsi olmayacaq. Amma bu məsələni anlayanda, bu məsələnin fərqində olanda insan istiğfar eləyəndə fərqində olur ki, mən necə bir eyibliyəm, necə bir haldayam ki, bu halımdan Allaha gilə eləyirəm, Allaha etiraf eləyirəm bu günah halımdan. Ona görə insanın səadətini sığortalayan o müttəqilərin, təqvalıların hallarından biri budur ki, onlar salih əməllər, yaxşı əməllər görsələr də yenə də qorxu və nigaran içindədirlər. Qorxurlar, narahatdılar. Müttəqilər öz yerinə yetirdikləri ibadətlərə görə, bəndəçiliyə görə arxayın deyirlər. Öz yerinə yetirdikləri əməlləri böyük görmürlər. Əksinə daim öz nöqsanlarını dilə gətirirlər. Öz nöqsanlarını, eyiblərini düşünürlər və əməllərinin qəbul olub olmamasında çox narahatdılar, nigarandılar. Niyə? Çünki öz nəfslərini günahsız hesab etmirlər. Öz nəfslərinin fərqindədirlər. Çünki özlərini həmişə sorğu-suala çəkirlər. Deyir, müttəqiləri insanlar tərifləyəndə, deyir, onların tərifləri onları aldatmaz. Əksinə, onlar o tərif olunan yeri tərk eləyər. Allah uzaq eləsin, olmaya bir insan səxavət göstərə, amma istəyə ki, onu hey tərif eləyələr. Allah uzaq eləsin, biri dərsliyə, elə hey istəyə ki, onun elmi dərəcəsini tərif eləsinlər. Bu cəhalətdir. Bu eyibdir. İnsanın öz eyiblərini tanımasına kömək edən ən mühüm amillərdən biri bəs
özünə qarşı tələbkar olmasıdır. Yəni, nəfsinə etibar etməməsidir. Nəfsinə arxeyin olmamalıdır. Bilməlidir ki, bu nəfs əgər yiyəsiz qalsa, başlı başına buraxılsa, Firona çevriləcək, Allahlıq iddiası eləyəcək, ən böyük cinayətləri atacaq. Ona görə də daim insan öz nəfsini mühasibə eləməlidir, hesaba kitaba çəkməlidir. Öz nəfsini hesaba kitaba çəksə, insan mənəviyyat yolunda daha sürətlə irəliləyəcək. Daha tez Allaha qovuşacaq. Biz keçən mövzumuzda da qeyd elədik, əgər biz istəyiriksə, ruhumuz kamal tapsın, gərək digərlərinin eybi ilə məşğul olmayaq. Başqalarının eybinə kör olaq. Heç kəsin həyatını qurdalamayaq. Heç kəsin səhvini, xətasını aşkara çıxarmayaq. Ona görə Həzrət Əmir əl-Müminin buyurur ki, Tubə limən şəğələhu aybuhu ən uyubin nas. Xoş o kəsin halına ki, öz eyibləri onu insanların eyibləri ilə məşğul olmaqdan saxlasın. Xoş o insanın halına ki, o qədər özünə məşğuldur, o qədər öz eyibləri ilə məşğuldur ki, digər insanların eybini qurdalamaqdan onu saxlayır. Heç vaxtı yoxdur, başqaları ilə məşğul olsun. Başqaları haqqında düşünsün. O qədər nəfsini əzib ki, o qədər nəfsinin fövqünə çıxıb ki, özünü görə bilir, özünə baxır ancaq. Başqalarını görə bilmir. Başqalarını hətta özündən fəzilətli bilir. Özündən yaxşı bilir. Özündən pak bilir. Özünü qüsurlu bilir. Ona görə insan nə qədər öz eyiblərinə məşğul olsa, öz eyiblərini, qüsurlarını görüb onları təmizləsə, başqalarının qüsurunu araşdırmağa vaxt tapmayacaq. Rəvayətlərdə gəlibdir Həzrət İmam Kazım əleyhissalamdan. İmam Kazım əleyhissalam buyurur ki, Leysa minna mən ləm yuhasib nəfsəhu fi kulli yavm. İmam Rıza əleyhissalam buyurur ki, hər gün öz nəfsini hesaba çəkməyən bizdən deyil. Nəfsində olan eyibləri üzə çıxarmayan və onları islah eləməyən, nəfsini hesaba çəkməyən İmam Rıza əleyhissalam ki, Leysa minna, o bizdən deyil, o bizi sevmir. Bizi sevən, bizə sevgi iddiası eləyən kəs gərək öz nəfsini hesaba çəksin. Biz onu eləyirik. Əhl-i Beyt əmsalında biz onun əhliyik. Məsum imam öz nəfsindən, ruhundan müğayyətdir. Yəni sən bu ruhu başlı başına buraxmısan. İnsan nə qədər ki öz nəfsini mühasibə eləyir, nəfsini hesaba kitaba çəkir, eyiblər bircə-bircə çıxır üzə. Artıq insan baxır ki, o qədər eybim var ki, bəlkə də bir ömür bunu islah eləməyə, təmizləməyə bir ömür çatmayacaq. Bəs onun üçün niyə dayanmışıq, nəyi gözləyirik? Sənin ömrünün axır anına qədər öz nəfsini hesaba çəkmək tövsiyə olunur. Hədislərdə bu izah olunur. Əziz Peyğəmbərimiz buyurur ki, qiyamət günü bəzi insanlar ilahi əzabdan amanda qalacaqlar. Bunun səbəbi nə olacaq ki, onlar ilahi əzabdan amanda qalacaqlar? Peyğəmbər buyurur ki, onlar dünyada ikən öz eyiblərini görmüş və onları islah etməyə çalışanlar idi. Bu dünyada onlar öz eyiblərini görürdü. Niyə? Mühasibə əhli idilər.
nəfslərini hesaba çəkirdilər və eyiblərindən xəbərdar olurdular və eyiblərini etiraf edirdilər. Nəfslərini hesaba çəkdiklərinə görə, nəfslərini islah eləməyə çalışdıqlarına görə deyir, qiyamət günündə onlar ilahi əzabdan amanda qalacaqlar. Onlar özlərini bu dünyada elə tərbiyə elədilər ki, özlərinə elə bir diqqət ayırdılar ki, nəfslərinə elə bir nəzarət altında saxladılar ki, artıq o nəfs qiyamət günündə qurdalanacaq, hesab kitab olunacaq bir nəfs olmayacaq. O nəfsdə heç bir eyib, nöqsan yoxdur. Ona görə Həzrət Əmir Əl-Müminin buyurur ki, hesab günü, qiyamət günü, hesab kitab günü olmamış, özünüzü elə bu dünyada ikən hesaba çəkin. Bu dünyada özünüzü hesab kitaba çəksəz, tövbə ilə o ruhunuzda olan günah ağırlıqları töküləcək. Ruhunuz paçlanacaq. Artıq qiyamət günündə heç nə qalmayacaq. Amma o insanlar ki, öz nəfslərini unudub, öz nəfslərini hesab kitaba çəkməyiblər, qiyamət günündə Allah onların nəfsindən, indi ruhundan deyək, canından deyək, günahı odla çıxardacaq, əzabla çıxardacaq. Amma bir halda ki, burada bu çox rahat idi. Sən özün üçün bunu dağ eləmişdin. Və hədisin ardıca əziz Peyğəmbərimiz buyurur ki, mümin daim özünü ittiham edir. Daim özünü, nəfsini ittiham eləyir. Özündən razı qalmır. Və həmişə özünü islah etməyə çalışır. Məhz buna görə də Allahın rəhmət və mərhəmətinə layiq olur. Yəni, insan öz nəfsinə nə qədər baxıcılıq eləyirsə, nə qədər nəfsi onun üçün ciddiyyətlidir, onun ciddiyyətini başa düşür, fərqindədir və nəfsini hesab kitaba çəkir. Deyir, o insan Allahın rəhmətinə, mərhəmətinə daha layiq insandır. O qazanıb. O nəfsinə qayğı, diqqət ayırmaqla qazanıb o məqamı. Mən burada mövzumuzu saxlayıram. Zikr-i müsibətə keçmək istəyirəm. Ya Əbu Abdillah, Ya Hüseyn ibn Ali, ey Zəhranın əziz balası, ey Zəhranın ürəyinin bəndi, ey əhl-i beytin göz yaşı, ey əhl-i beytin ən yaralı, ən məzlum kəsi. Həqiqətən səninlə olmaq, sənin məclislərində olmaq, sənə ağlamaq, sənə göz yaşı tökmək ruhumuzda elə bir paklıq yaradır ki, bunun sevincinin həddi hüdudu yoxdur. Allahın Rəsulü Həzrəti Fatimə salamın əleyhaya buyurur ki, Zəhracan, Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq. Gülərüz və şad olacaqlar qiyamət günü onlar. Onlar ki, Hüseynə ağlayır, Hüseynə yanır, o məzluma ah çəkir,
onlar qiyamət günündə ağlamayacaq. Qiyamət günündə onlar gülərüz və şad olaraq məhşər günündə bizim yanımızda, Hüseynin yanında qərar tapacaqlar. Həzrət Əmir əl-Müminin deyir, bir gün bu İmam Sadiqdən nəql olunur. Deyir, bir gün Əmir əl-Müminin İmam Hüseyin əleyhissalama baxıb buyurdu ki, ey möminlərin göz yaşı. Deyir, İmam Hüseyin əleyhissalam soruşdu ki, atacan məni deyirsən? Əmir əl-Müminin buyurdu ki, bəli, ey mənim əziz balam, sən möminlərin, həqiqi iman əhlinin göz yaşısan. Həqiqətən, ya Əbu Abdillah, sənə ağlamaq ayrı bir ləzzətdir. Sənə yanmaq çox gözəldir. Qurban olum ruhuma. Ağacan, icazə versən, sənin o vəfalı, o fədakar səhabələrindən də zikr edeyim. O səhabələrdən biri Ömər ibn Qərzədir. Elə bir kəsdir ki, bu Aşura günü İmam Hüseyin əleyhissalamdan icazə alır, meydana gedir, rəcəz oxuyur və meydanda düşmən tələb edir ki, çıxsın məndən döyüşsün. İbn-i Nu'ma nəql edir ki, deyir, onun bədəni oxlarla dolu idi. Bilirsiniz, İmam Hüseyin ağa namaza duranda düşmən tərəf dedi ki, yaxşı bir fürsətdir Hüseyini öldürmək üçün, namaz alındı. Qurban olum Ömər ibn Qərzə o pak ruhuna. O oxların qabağında duranlardan biri Ömər ibn Qərzə idi. Deyir, o qədər oxlar atdılar, dizin qoymadı yerə, sinəsin verdi o oxlara. Deyir, imam namazın qıldı, qutardı, gəldi Ömər ibn Qərzənin başı üstünə. İmam Hüseyin ağa dedi, Ömər ibn Qərzə, nəsə bir istəyim var. Allahu Ekber, görün Ömər ibn Qərzə nə cavab verir. Ona görə İmam Hüseyin ağa deyir, mənim səhabələrimdən daha vəfalı, daha fədakar bir səhabə gəlməyəcək. Deyir, İmam Hüseyin ağa dedi ki, Ömər ibn Qərzə, nəsə bir hacətin, istəyim var. Deyir, Ömər ibn Qərzə dedi ki, Yəbnə Rəsulillah, əvəfəytu. Ağacan, əhdimə vəfa etdim. Səninlə bağladığım əhdə vəfa elədim. İmam Hüseyin ağa deyir ki, bəli, Ömər ibn Qərzə, Allah şəhadətini mübarək eləsin. Əhdinə vəfa etdin. Ona görə Aşura ziyarətnaməsində oxuyuruq ki, səbbit li qədəmə sidqin. Məni sabit qədəm et ilahi övliyanın müqabilində. İmam Hüseyin ağanın səhabələri hər biri öz mövlalarının yolunda, imamlarının yolunda sabit qədəm idilər. Növbəti bir səhabədən danışmaq istəyirəm. O da qara dərili Condur. Bilirsiniz də, Con Əbu Azərin qulamı olub. Əbu Azər onu İmam Hüseyin ağaya o qulamı hədiyyə eləyir. Həzrəti Hüseynə və Həzrət Əbəlfəzl Abbas əleyhissalama Əbu Azər tərəfdən o Con hədiyyə olunur. Qara dərili bir qul idi. Ağacan, Hüseyncan, sənə qoşulanları sən nə dəyərli, nə qiymətli eləmsən. Nə Haşimi nəslindən idi, nə də Seyid idi. Bir qara dərili bir qulam idi.
və o səhabələrin içində də seçilirdi, fərqlənirdi. Yəni elə bir nəsəbi, bir nəsli yox idi, zahirən də qara dərli idi, elə bir üstünlüyü yox idi. Amma onun yeganə bir xüsusiyyəti var idi, o da sədaqəti idi. Çox sədaqətli idi, çox vəfalı idi. Aşura günü deyir, gəldi İmam Hüseyin ağanın yanına. Dedi ki, ya Seyyidi, ey mənim Mövlam, mənə icazə verin meydana gedim və canımı sizin yolunuzda fəda eləyim, qurban eləyim. Deyir, İmam Hüseyin əleyhissalam ona baxıb buyurdu ki, sən illərlə bizimlə olmusan, bizə xidmət etmirsən, bu gün də bu çətinliklərdə bizimləsən, bizim yanımızdasan. Mən beyətimi səndən götürdüm. Getmək istəyirsənsə, John, gedə bilərsən. Deyir, John, İmam Hüseyin ağaya bilirsiniz nə dedi? Qayıtdı dedi ki, ey Peyğəmbərin övladı, mən sizi belə bir gündə tək buraxın hara gedim. Belə bir gündə mən səni heç tək qoyaram. Səndən yaxşı bir seyyid, bir ağa tapacam mən gedim onun yanına. Sənin kimisi var ki, mən gedib onun qapısını döyüb. Hara gedim? Mənim sizdən başqa bir sığınacaq yerim var axı. Deyir, İmam buyurdu ki, qurban olum ruhuva. İmam buyurdu ki, ey John, getməkdə ixtiyarım var. Deyir, bəzi rəvayətlərdə, məqtəllərdə gəlib ki, deyir, John dedi. Baxın, görün İmam Hüseyin ağanı necə dilə gətirir, deyir. Dedi ki, mən qara dərli bir adamam, əsl nəsəbim, sahibim, yəyəm yoxdur. İcazə verməyin ki, mənim qanım Bəni Haşim gənclərinin qanı ilə qarışsın. İstəmirəm ki, bu şəhidlərin arasında yer alım. İndi özünü deyir ki, yəni mən sizə layiq deyiləm. Mən bu Bəni Haşim qəbiləsinin qanına qanımı qatacaq bir ləyaqətim yoxdur, məqam rütbəm yoxdur. Deyir, bu sözləri eşidən Əbu Abdillah Hüseyin əleyhissalam deyir, gözləri yaşardı İmam Hüseyin əleyhissalam. İmam dedi ki, Allah yanında qara ilə ağın heç bir fərqi yoxdur. Get döyüş. Deyir, John meydana daxil olanda, deyir, adətən meydana çıxanlar, deyir, öz adlarını, nəsəblərini söyləyirdilər də. Deyir, lakin John fəxr etdiyi şey heç nə yox idi. Nə nəsəbi var idi, heç bir şey yox idi. Heç bir mənşəyi yox idi də, belə deyil. Deyir, onun fəxr elədiyi bir dənə ağası idi, İmam Hüseyin idi. Deyir, bir dənə fəxr elədiyi ona olan sədaqəti, ona olan bağlılığı idi. Deyir, meydana çıxdı John. Dedi, məni tanımırsınızsa, bilin ki, mən Hüseynin qulamıyam. Mən Hüseynin qulamıyam. Mən Əbu Abdullahın xidmətçisiyəm. Məni tanımayan bizi ki, mən Peyğəmbər ailəsinin xidmətçisiyəm. Mənim sədaqətim budur, mənim vəfam budur, mənim kimliyim budur, mənim fəzilətim budur. Deyə sonra bir rəzəl oxudu. Dedi, kafirlərin qılınc zərbələri altında necə məhv olduqlarını görəcəksiniz. Mən Muhammed nəslini müdafiə etmək üçün qılıncla döyüşürəm. Deyir, John döyüşə davam edir. Deyir, oxlar, nizələr onun tərəfinə gəlir. Deyir, o isə təbəssüm eləyir, gülür, sevinir. Deyir, düşmənlər təəccüblənirlər ki, İmam Hüseyin belə bir şəxsə döyüş icazəsi verib. Əsli yox, nəsəbi yox. Deyir, nəhayət, deyir, nizələrdən biri John'un sinəsinə isabət eləyir. Deyir, o yerə yıxılır. Deyir, yerə düşəndə deyir ki, mənim üçün bundan böyük şərəf yoxdur ki, Əbu Abdullah mənə meydana çıxmağa icazə verdi.
mən Hüseynimin yolunda şəhid oldum. Deyir, İmam Hüseyin Aleyhisselam onun başı üstünə gəlir. Deyir, dost, düşmən hamı baxır ki, görəsən ağa bu qulluqçuya nə edəcək? Deyir, hamı gördü ki, İmam Hüseyin Aleyhisselam əllərini qaldırıb onun haqqında dua etdi. Allahümmə bəyyiz vəcəhəhu və təyyib rihə ilahi. Onun üzünü ağ et və onun qoxusunu xoş ətirli et. Bədəni, dərisi qara idi, bədənindən iyi gəlirdi. İmam onu dua elədi. Deyir, İmam onunla vidaləşdi. Deyir ki, onun üzündən öpdü, gözündən öpdü. Dedi, xoş olsun sənə Con, şəhadətin mübarək olsun. Qurban olum ruhuba ya Əba Abdillah. Amma o tək tənha qalan halına qurban olum. Bir nəfər başının üstünə gəlmədi. Tək tənha Allah verən canı Allaha təslim elədin. Ona görə İmam Zaman Aleyhisselam Nahiyə ziyarətnaməsində oxuyur. Cəddi Hüseynə xitab eləyərək buyurur ki, gecə və gündüz sənə əzadarlıq edib göz yaşı tökürəm. Əgər göz yaşım qurtarsa, onun yerinə qan ağlayaram. Sallallahu aleyhi ya Əba Abdillah. Sallallahu aleyhi ya Əba Abdillah. Sallallahu aleyhi ya Əba Abdillah. Ummul beninem mən, gözüm yolda qaldı. Gözüm yolda qaldı. Gözüm yolda qaldı. Mən bir kəsi dünya yaman dərdə saldı. Yaman dərdə saldı. Yaman dərdə saldı. Mənəm həm onun həm fəzlin anası. Mənəm Cəfərlə Əbəl fəzlin anası. Mənəm Cəfərlə Əbəl fəzlin anası. Fidyə verdim ağama balam Cəfəri. Balam Cəfəri, balam Cəfəri, ya Əbəl Fəzl Rəşid, o məhpeykəri, o məhpeykəri, o məhpeykəri aləm. Edir söhbət adamsızlığımdan. Adamsızlığımdan, adamsızlığımdan, çeşmi cahan ağlar, oğulsuzluğumdan, oğulsuzluğumdan, oğulsuzluğumdan. Bela dəşdində dörd ulduzum batdı. Gözəl Abbasım gözdən məni atdı. Gözəl Abbasım gözdən məni atdı. Kaş biləydi anası, olub dil kebab, olub dil kebab, olub dil kebab. Gözlərim matəminə yağır çün səhab, yağır çün səhab, yanır çün səhab. Abdullaha yanam, mən ey vay oğul vay, mən ey vay oğul vay,
Mənə vay oğul vay. Səslər dilim hər an, Əbəl fəzlim ey vay. Əbəl fəzlim ey vay. Əbəl fəzlim ey vay. Eşittim məşqindən su calanmışdı, Əmud ilə başı parçalanmışdı, Əmud ilə başı parçalanmışdı. Şükür ki Allah'a olub Hüseyin'e feda, Hüseyin'e feda, Hüseyin'e feda. Elə vəfalanaydı, əyləşərdi, baxardı Kərbəla səmtinə. Deyərdi karivanım yolda ləng oldu, icazə gəlmədi. Can namazın saldım Abbasım namaza gelmedi. Allah Allah, dört oğuldan bir cenaze gelmedi. Aman 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 aman. Ey bayram olanda da gözü kalardı kapıda. Ne diyerdi Əbəlfəz, bayramdı evim, gör ne perakendədi oğlum, biçare anan qəmlidir, şərməndədir oğlum. Gel Zeynep'e pay yolla, gözü səndədir oğlum. İlahi Pərverdigara, səni and verirəm, Xanım Ümmül Bəninin hörmətinə, şəhid analarına səbr ver. İlahi şəhidlərimizi bu gecələrdə İmam Hüseyin ağaya mehman elə. Geymişi qarevi ey sahibi məşqu ələm, Gelmişim matemi ve ey gol tenden gələm. Hamımız müptela aşığı Kərbəla, ya Əbəlfəz, ya Əbəlfəz, ya Əbəlfəz, ya Əbəlfəz, ya Əba Fazili ey bende dili mürteza, Asetanindi senin şiə ve Bab-ı Rəcab, Əbd-i Salih ləqəbin canı ve canlar feda. İste bu şiələri qəbr və ey möhtərəm, hamımız mübtəla aşığı Kərbəla, ya Əbəlfəz, ya Əbəlfəz, ya Əbəlfəz, ya Əbəlfəz. Qan dolan gözler ile məclisə baxsın gözün, kim müxalifdir bizə eylə mücazat özün, dərgəhi haqda sənin tün yerə düşməz sözün, saili dərgəhini sən ağa sahib kərəm, hamımız mübtəla aşığı Kərbəla, ya
Ebelfez, ya Ebelfez, ya Ebelfez, ya Ebelfez. Aldı verir seni biz, gemleri çok Zeynep'e. Hami ol kese ki hami olup mezhebe. Hadimi biz hamımız, düz yola düz mektebe. Kim mürid olsa sene, kez yola koymaz gedem. Hamımız müptela, aşık-ı Kerbela. Ya Ebelfez, ya Ebelfez, ya Ebelfez, ya Ebelfez. Gəm mənə vermədi aman, səni səslədim dayan, dedim ölləm Abbas. Ah, ürəyimi dağladım, yola düşdün ağladım, necə getdin Abbas. Su sənə yalvaran zaman, dedin içmərəm sudan, ey əmiri ehsas. Əcəb suyu həsrət eylədin, nə qiyamət eylədin, evin abad Abbas. Sən kimi qardaş gələ bilməz aləmə, sən kimi qardaş gələ bilməz aləmə, aləmi etdin. Sənə siri əlqəmə söylədi oğlum, başın üstə Fatimə, canım Ebelfez, canım Ebelfez. Sən kimi qardaş gələ bilməz aləmə, aləmi etdin. Sənə siri əlqəmə söylədi oğlum, başın üstə Fatimə, canım Ebelfez. Sən hamının pənahısan, şəbi eşqə mahisən, bu qədər tez batma. Bax, dizim üstədir başın, qocalıbdır qardaşın, məni gözdən atma. Heyf ki müradə yetmədin, hərəmə qayıtmədin, edəsən su ehsan. Oyan, bu qoşun gülür mənə, sənə ağlıram sənə, balalarım qurban, sındı belim dur. Mən adamsızam əxa, arxam elim dur. Gözünə gözüm fəda, ay uca qamət, nə gəlib qollarına, canım Ebelfez, canım Ebelfez. Sən kimi qardaş gələ bilməz aləmə, aləmi etdin. Sənə siri əlqəmə söylədi oğlum, başın üstə Fatimə, canım Ebelfez, canım Ebelfez. Ey Ebelfez, ey
Reis-i zümre-i əhl-i vəfa, əbd-i salih mənsəbin Allah sənə etmiş əta. Nəhri aldın içmədin su, nəfsi və aləm fəda. Su kənarında susuz sakka salam olsun sənə. Ey Əbəlfəz, ey o yorğun leşkərin sərleşkəri, vey sütun-i xane-i iman kəsilmiş əlləri, zöhdü təqva və şücaətdə əlinin məzhəri. Mərd-i fərdi ərsə-i meydan, salam olsun sənə, salam olsun sənə. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil azam ve ecellil ekrem ve bil Hüseyni ya Allah. Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah, ya Rahman, ya Rahim. Ya mugallibel kulub, sabbit kulubana ala dik. İlahi Hüseyin'e ve xatir bizi bağışla giden. İlahi Əbu Abdillah'la Hüseyin'e xatir akıbətimizi xeyirlə xətm elə. Allah günahlarımızın üstündən əffi qələmi çək. Allah bizi bağışlamamış tövbəsiz qəbr evinə aparma. Allah dünyada Hüseynin ziyarətini, ahirətdə şəfaətini nəsib elə. Allah dünyanın hər bir yerində Hüseynə əzadarlıq edən, məclis edənlərin əzadarlığın məclislərini ali dərəcədə qəbul elə. Allah sənə ant verirəm, xanım Rüqəyyə hörmətinə ana bacılarımızı iffətli, həyalı qərar ver. Allah xanım Rüqəyyə hörmətinə körpələrimizi onun kimi iffətli, həyalı, qeyrətli elə. Allah bütün xəstələrə şəfa ver, borcluların borcuna əda elə. Allah ailə qurmaq istəyənlərə səadətli ailə nəsib elə. Allah nə qədər ki dünyanın hər bir yerində məhbus həyatı yaşayanlar var, ilahi tezliklə, izzət ilə onlara azadlığı nəsib elə. Allah müsəlmanlara zülm eləyənləri məhv nabud elə. Allah sənə ant verirəm izzətinə, cəlalına, izzətimizi əlimizdən alma. Allah 14 məsumun ziyarətin bu dünyada, ahirətdə şəfaətlərini bizə nəsib elə. Allah ərbəin ziyarətini bizə nəsib elə. Allah əziz hacımızın ruhun İmam Hüseynə qonaq elə. Əziz ruhanilərimiz, ustadlarımız bu məhərrəm ayında xidmət edirlər, ilahi onların elminə, ömürlərinə, ruzilərinə bərəkət ver. Allah İmam-ı Zamanın qəlbin bizdən razı elə, onu görməyi bizə nəsib elə. Allah şəhidlərimiz İmam Hüseynə qonaq elə, əziz şəhidlərimizin ailələrini xanım Zeynəbi Kübranın səbri ilə sirab elə. İlahi İmam-ı Zamanın zuhurun təcil elə. Bihaqqı Muhammedin və aleyh bi hürməti surətil mübarəkətil Fatihəti ma'as salavat.